Bugün 23 mart 2026-cı il tarixində Gəncə şəhər İctimai Nəzarət Təşkilatının sədri Abbasov Elşən müəllim və Samux rayon İctimai Nəzarət Təşkilatının sədri Cəlilova Vüsalə xanım şəhidimiz Abdullayev Rəşid Abdulla oğlunun mövludu ilə əlaqədar keçirilən tədbirdə iştirak etmişdilər. Rəşid Abdullayev 2002-ci il martın 23-də Samux rayonunda anadan olub. 2008-2019-cu illərdə Samux rayonunda İnstitut Qəsəbə Tam Orta Məktəbində təhsil alıb. Rəşid Abdullayev 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başladı. Azərbaycan ordusunun əskəri olan Rəşid Abdullayev 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəşid Abdullayev noyabrın 7-sində Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olub və Samux rayon İnstitut qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqlarının icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Rəşid Abdullayev ölümündən sonra Vətən uğrunda medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunda işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2021-ci il tarixli sərəncamına əsasən Rəşid Abdullayev ölümündən sonra Xocavəndin azad olunmasına görə medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 5 noyabr 2021-ci il tarixli sərəncamına əsasən Rəşid Abdullayev ölümündən sonra Füzulinin azad olunmasına görə medalı ilə təltif edildi. Allahdan şəhidimizə rəhmət diləyirik. İctimai Təşkilat adından Xalif müəllim, başımız Xalif müəllim adından söhbət edirik. Başınız sağ olsun, axır qəminiz olsun, bu sizin yolxan olsun, şəhid, xalamız olsun. Bu dünyası.